Gör indi mənə nə yazırlar, bana bak. Gör yalana bak, yalana. Oğraşlara bak. İndi də bu oğraş diye el atıblar. Qabil Türkoğlu öldürüldü. Buna bakın, siz Allah. Buna bakın. Marketlerin önünde baş. Buna bak. Kanala abone olun. İndi ise keçək xəbərimizə. Son dəqiqə aldığımız məlumata görə siyasi bloger Qabil Məmmədov Almaniyanın Münhen şəhərində marketlərin birinin önündə başından 4 güllə ilə ateş açılaraq qətlə yetirilmişdir. Bu xəbəri Almaniyada yaşayan soydaşlarımız da təsdiqləyir. Qabil Məmmədovun cənazəsi vətənə göndərilməsi mümkün olmadığında Nə qəhbə prezidentiniz var. Qabil Məmmədov ömrünün çox hissəsini vətəndən uzaqda xain kimi yaşayaraq xain kimi də öldürüldü. Vətən torpağımız bu kimi xainlərin cənazəsini də qəbul etmir. Sonda İlham sevən ancaq belə ola bilər bax. İlham sevən ancaq belə ola. Düşmanımızın manadır. Buna bak. Bunun arvadı bunu nətər qucaqlayır. Bunun arvadı bunu nətər qucaqlayır. Ha? Bir dənə Lənkəranda Qabil sevən yoxdur bunu başa salsın. Lənkəran. Ey Lənkəran. Bir dənə Qabil sevən yoxdur bunu başa salsın. Bir dənə qaranlıqda bir başa salsın da, bilirəm günüz vaxtınız olmur. Bir qaranlıqda bunu başa salsın. Həyatı başa salsın. Ağıllı olsun. Demokratik qüvvələrin yanında olsun. Salamıyla Azərbaycan xalqı buradan hörmətli ülkəli Cənab Prezidentimiz İlham Əliyev cənablarını, Azərbaycanın dövlət ürəyi, Azərbaycanın tarixi, o münasibətinə əziz hörmətli Milli Prezidentimizi təbrik edən uzun can sağlamlığı, xoşbəxtçilik, saadət, həyatda da gözəl arzular Cənab Prezidentimizə arzu edirəm. Həyatda uzun can sağlamlığı, hörmətli Prezidentim, mən sizin apardığınız yolu dəstəkləyən vətəndaşlar Lənkəran sakinləşələri birbaşa ailəmiz adından sizi uzun ömür can sağlamlığı, xoşbəxtçilik arzu edirəm. Allah sizi qorusun Cənab Prezidentimiz. Azərbaycanın dövlət ürəyi, Azərbaycanımızın tarixi. Biz Azərbaycan xalqı adından sizi səmimi qəlbdən təbrik edirik, əziz hörmətli Prezidentim. Uzun ömür can sağlamlığı, xoşbəxtçilik. Gələn günləriniz xeyirli olsun, əziz hörmətli Prezidentim. Biz bir daha ailəmiz adından sizi təbrik edirik, gələn günləriniz xeyirli olsun, uzun ömür can sağlamlığı, xoşbəxtçilik. Allah sizə uzun ömür versin. Gələn günlərinizdə xeyirli olsun. Qarşıdan gələn bayramımızda Cənab Prezidentim təbrik edirəm sizi, ailəmiz adından. Düşərli olsun. Siz Azərbaycanın dövlət ürəyisiniz. Azərbaycan sizlə nəfəs alır, əziz hörmətli Prezidentim. Səmimi qəlbdən bir daha sizi təbrik edirəm. Allah sizi qorusun Cənab Prezidentim. Sağ olun, Allah sizdən razı olsun ki, Azərbaycan xalqı bugünkü günü gözəl planını yaşayırsın sağolunda. Uzun ömür can sağlamlığı, xoşbəxtçilik Cənab Prezidentim. Allah sizi qorusun, Allah sizin ailəni qorusun. Allah eylərin ailəsini qorusun, başa eyləni qorusun. Gələn günləriniz xeyirli olsun Cənab Prezidentim. Səmimi qəlbdən təbrik edərsiniz. Uzun ömür can sağlamlığı. O yolsuz sizin 100 yaşınızı qeyd edin inşallah. Səmimi qəlbdən sizi təbrik edəcəm, ailəniz adından. Lənkəran sakinləşən Əliyev. Bütün sosial şəbəkələrdə canlı çıxışlarını verir. Bir daha təbrik edərsiniz Cənab Prezidentim. 100 yaşı. Allah size uzun ömür can sağlamlığı. Təşəkkür edirəm, əziz hörmətli Prezidentim. Salam dostlar. Bu qızların axırı hara gedir? Videonu sona qədər izləyin, sonra şərh yazın zəhmət olmasa. Dostlar, mən ultra mühafizəkar insan deyiləm. Demirəm ki, bütün qadınları yəni zorla başı bağlanmalıdır, niqaba salınmalıdır və s. Bu, hər kəsin öz azad istəyi ilə olan bir şeydir. Onsuz da görürük ki, qonşu ölkədə zorla baş bağlanması hansı yollara gətirib çıxarır. Artıq qadınlara etiraz edirlər, saçları görsənir. Yəni, saç görsənsə day nə oldu? Zorla heç nə olmamalıdır. Mən sekulyar insanım.
Amma ailə dəyərlərinin qorunması məsələsində bir nömrəli mühafizəkaram. Hər şey dəyərdən düşür get-gedə, özünüz görürsünüz. İnternetlə də bağlanmaq doğru deyil təbii ki. Əgər biri internetdə korlanırsa, demək korlanma potensialı var imiş. İndiki dövrdə demək olar hamı internetdən istifadə edir. Korlansaydı hamı korlanardı. İnternet sadəcə bir çoxlarının iç yüzünü ortaya çıxarır. İndi deyəcəksiniz ki, bu da pisdir. Xeyr, pis deyil. Məsələn, internet olmasaydı bu qızların iç yüzünü biz bilməyəcəkdik. Bəzi insanların iç yüzünün ortaya çıxarılması məncə pis bir şey deyil. Bəlkə də həqiqətən internet olmasaydı hansısa bir yaxşı oğlan bu qızlardan birini bəyənib, ədəbərkanlı bilib özünə xanım eləyəcəkdi. Sonra bu qız yenə iç yüzü çıxacaqdı ortaya. Nəsə, qoydu kənara. Amma onsuz da bir loq tapılacaq bunları alıb özünü arvad eləyən, bu mütləq olacaq. Bu kimi qızların iç yüzünü bilməyənlər də var təbii ki. Qoy bunlar özlərini ifşa eləsin ki, hansısa yaxşı oğlanın həyatı məhv olmasın. Bu düşüklük eləyən oğlanlara da aiddir. Narkomanından tutmuş, aviyə jizvaram, avaralıq eləyənlər filan. Yəni qızlar da görsünlər ki, kim kimdir təbii ki. İnternet sayəsində. Demək ki, internet yaxşı şeydir. Əxlaq təkcə paça arasında olmur dostlar. Davranışlar da əxlaqlı olmalıdır. Yemək şəkildə, küçədə gəzmək şəkildə, danışıq tərzi də. Əxlaq təkcə paça arasında deyil. Yəni, bunu eləyim, amma paçamı qoruyum, bu əxlaqlı bir şey deyil. Yəni, bu hərəkətlərlə əxlaqlı olunmur. Ona görə də diqqətli olun, qız uşaqlarınızı, oğlan uşaqlarınızı qoruyun. Bu kimi cırcındırlara qoşulmasınlar. Sonda isə onu demək istəyirəm ki, bu kimi hərəkətləri eləyib, fəxrlə paylaşan qızların atalarına və qardaşlarına papaq arzulayıram. Heyvandarlıq üçün burada ən yaxşı yerdir. Ən güclü bu sakinlər hamısı heyvandarlıqla. Cənab Prezident, əmin edeyim ki, bu adam bizim kənddə o deyərdilər müxalifət. Bizim inansız kəndin cəmaatından bir adam biz fikirləşirik ki, müxalifət olur. Hamı öz təsərrüfatı ilə dövləti qullanır valla. İndi ola bilər belə o, amma inanmıram, görməmişik. Keçən dəfə, indi qoy buna hələ tam baxaq. Eşitməmişik. Ancaq Olsa da bir problem yox, onlara biz bir əsas ki, dövlətə müxalifətdə olmasınlar, dövlətçiliyə. ancaq mən dediyim Değerli mədəllərim, bu sıradan bir adam değil. Bu sözü bunlara danışdırırlar. İlham Əliyevin qabağında danışanlar var ha. Bəlkə bir həftə senzuradan keçir, bir həftə onu təkrar papuqay kimi danışdırıb sonra İlhamın qabağına çıxardırlar. Keçən gördünüz hamısı axranalar idi. Bu dəfə indi birinin ağzı şördə, arıq quruq adamı tutublar ora. Yəni axrana olmadığı bilinsin deyə. Hamılağı ilə daxil İlham Əliyevə. Götünün deşiyinə kimi yoxlayıb İlhamın qabağına çıxardıblar. Deyir ki, bizim kətdə müxalifət yoxdur. Bunun var yoxunun ağzına, bunun var yoxunun ağzına, bu sözü buna dedizdirirlər. Bu sözü buna dedizdirirlər. Bakın bu söz İlhamın sözüdür. Bu söz İlhamın sözdür. İlham istəyibdi belə söz deyilsin. İlham bunu paylaşır. O qədər sümsünürlər axşama kimi, amma görürsünüz balaca bir fragment paylaşırlar. Yəni İlham bu sözdən xoşallanır. Deyir, bizdə müxalifət yoxdur. Yəni kətdə müxalifət yoxdur. Yəni rayonda da olmasın, Azərbaycanda da olmasın. Yəni müxalifətin tam yox olmasının arzularıdır bu. Mayasıdır bu. Bəyən müxalifət olmaq suçdur mu? Cinayətdirmi? İndi bax bu adam var ha, bu adamı oxşayan şey. Bax bu var ha. Bax bu var ha, bax bu. Bax bunun arvad uşağını eşeğin altına qayırttıracağım bax bunu. Kimdir bilmirəm. Bax bu adamın arvad uşağı, bakın. Baba bu adam var ha, bu İlham Əliyevə deyir ha, bu. Bunun o bığı var ya, bığ yeri, bax bığ yeri. Elə o kənd cəmaatı yığılıb onun bığ yerinə sperma tökəcək, bax hamısı qoqili döyəcək. Bunu doğub əkən ananın ölübsə gorunu sağdırsa götünü eşek qayıracaq adam yox. Buna bax. Bunun özünü axtalayıb, bunun qız gəlininin ağzına verəcəm. Bunun qız gəlininin ağzına verəcəm o qoca. Bunların hamısı bir dənə komanda verəcəm. Nə qədər sürtük var hamısı yığılsın azadlıq meydanına. Nə bilim, oranı ləkələməsinə, harasa yığsınlar. Təzə növ sabun tapmışam. Belə yaltaqlıq eləyəni, belə girəni ilk dəfədir görürəm ha. Deməli Prezident İlham Əliyev
bugün Ağdərəyə səfərə gedib və Ağdərə sakinləri ilə görüşüb. Orada bir üzr istəyirəm. Ağsaqqal Prezident İlham Əliyevin qarşısına çıxıb və bilirsiniz nə deyib? Deyir ki, cənab prezident, bizim kənd xüsusi kənddir. Bizim kənddə bir dənə də olsun müxalifətçi yoxdur. Bizim kənddən bir dənə də olsun müxalifətçi çıxmayıb. Təsəvvür edirsiniz? İlham Əliyevə deyir ki, bizim kənddə bir dənə də müxalifətçi yoxdur. Mən başa düşmürəm. Müxalifətçi olmaq bəyəm cinayətdir? Müxalifətçi olmaq bəyəm ayıbdır? Ay ağsaqqal, ay amsaqqal. Müxalifətçi olmaq indiki dövrdə cəsarət tələb eləyir, mərdlik tələb eləyir. İndiki dövrdə müxalifətçi olmaq hər adamın başı üçün deyil ha. Baxın görün bu ağsaqqal prezidentə necə yaltaqlıq eləyir, necə girənlik eləyir. İyrənirəm, mundarsız. Ay, şərəfinizi, vicdanını itirən adamlarsınız. Baxın, hörmətli izləyicilər, bu ağsaqqala nə ürək sözləriniz varsa, şərhlərdə yazın gəlsin. Peçatını vuraq. Heyvandarlıq üçün bura ən yaxşı yerdir. Ən güclü bizim bu sakinlər hamısı heyvandarlıqla. Cənab prezident, əmin eləyim ki, bu adam bizim kənddə bu deyərdilər müxalifət. Bizim inansız bu kəndin cəmaatından bir adam biz fikirləşirik, kim müxalifətçi olur? Heç var. Hamı öz təsərrüfatı ilə dövlətin qulluğunda vallahi. İndi ola bilər belə o, amma inanmıram, görməmişik. Eşitməmişik. Ancaq olsa da bir problem yox, heç ümumiyyətlə onlara biz əsas ki, dövlətə müxalifətdə olmasınlar, dövlətçiliyə. Bizim bəzi özlərini müxalifətçi adlandıranlar ermənilərlə birləşib dövlətə qarşı. O cümlədən 2-ci Qarabağ müharibəsi dövründə, antiterror əməliyyatı dövründə, indinin özündə gözü götürməməzlikdir. Bu düşmənçilikdir dövlətə qarşı və əslində xəyanətdir. Xəyanətdir. Ona görə burada yaxşı təsərrüfatlar qurulmalıdır. İndi bizim İqtisadiyyat Nazirlik xətti ilə kredit xətləri. Elə mana yenidən hərbiyə qayıdım. Oğluma belə barmaqdan əmələ gələnlərdir, belə barmaqdan. İndi deyəcəksiniz Qabil, bu niyə söyüş? Ax, sən də zamanında ermənilərə qarşı vuruşubsan. Baxın, indi gəlin baxaq. Ona görə ermənilər yenidən müharibə eləmək istəyir. Elə mana yenidən hərbiyə qayıdım. Sizin qalan qanınızı da içərəm mən. Buna bax. Bu anası bağışçı qəhbə kimdir elə bu xalqı qızışdırır? Bu xalqı, bu oğraş göt oğlu göt. Bu göt oğlu göt deyil, bu idmancı deyil. Bu göt oğlu göt. Niyə demir ki, ay İlham Əliyev, bizim Zəngəzurda nə işimiz var? Dünyanı, hətta Türkiyəni belə üstümüzə qaldırırıq. Bu ermənilər deyəsən savaş istəyir, qanunuzu içərəm. Sən ancaq götə girirsən. Ermənilər yenidən müharibə eləmək istəyir. Elə mana yenidən hərbiyə qayıdım. Sizin qalan qanınızı da içərəm mən. Bax. Görürsün, belə anası bağışçı qəhbələrdir, xalqı savaşa sürükləyən. Sülhdən yana olmaq lazımdır. Mənim torpağım işğal olsa, ölümünə savaşaram. Amma bizi Putinin, İlhamın istəyinlə bizi Zəngəzura başqa ölkənin torpağına soxurlarsa, biz buna qarşı çıxmalıyıq. Baxın, Churchill, İngiltərə Başbakanı nə dedi? Churchill ən güclü dünya liderlərindən biri olubdur. O müharibədəki məmurların balaları savaşmır. O müharibə deyil. Orada biznes var, biznes maraqları. Bunu mən demirəm. Churchill deyir. 41-45 müharibəsinin ən güclü 3 qəhrəmanından biri Churchill. İndi baxın, bir dənə məmur balası savaşa getdi mi? İndi olsa gedəcəkmi? Deməli, bu Putinin biznesidir. Oradan yol açıb biznes, mallı mülkünü satmaq istəyir. Teşekkür ederim. Allah canı sağlık etsin. Sağ olun. Sizler de. Oy çok da neşe yapıyorsunuz. Minnettar.
Başka hareketlerle. Ben babamla kömək istəyirəm, babamla. Xahiş edirəm, babamın ruhuna kömək olsun. Bu Qarabağ qazilərinin problemi həll olsun. Mən belə baxıram, bizim başımızın altına yastık koyurlar. Baba, sənə başladın, bizə kömək ol. Amin, inşallah olar. Eləsinlər, hamıya kömək eləsinlər. Burada olan özünə bir problemi var.